günüdür. Bizim studiyamızda çox dəyərli bir doktorumuz var. Nərgiz Tibb Mərkəzinin doktoru, ixtiracı, alim, fitoterapevt Məlahət xanım Qəhrəmanovadır. Xoş gəlmişsiniz doktor, səfalar gətirdi. Sabahlarınız hər zaman xeyirli olsun. Hər zamanki kimi ilk olaraq doktorumuzun dosyası ilə tanış olaq, doktorumuzu daha yaxından tanıyaq, sonra keçid alaq mövzumuza. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Universitetinin Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru, diplomu və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Azərbaycan Fitoterapevtləri İctimai Birliyinin sədri olan Məlahət Qəhrəmanova 4 kitabın müəllifidir, 23 patentə sahibdir. Bəli, doktorumuzun dosyası ilə tanış olduq. Bir daha əziz izləyicilərim, sizi salamlayıram. Artıq anonslardan da hər birinizə məlumdur ki, bugün qlobal bir məsələ olan, problem olan hər birimiz, elə insan yoxdur ki, bu problemi yaşamasın. Saç tökülməsi barəsində danışacağıq. Nədən tökülür bu saç? Səbəbi nədir? Müalicəsi necə aparılır? Nərgiz Tibb Mərkəzində xüsusi olaraq, çünki bilirsiniz ki, Nərgiz Tibb Mərkəzi öz müalicə metodu ilə, təbii məhsulları ilə bütün dünyada məşhurdur. Mən biraz araşdırma elədim, oxudum, gördüm. Doğrudan da bir çox ölkələrdə bu məhsul istehsal olunur, ixrac olunur. Bu çox gözəl bir haldır. Bu səhiyyəmizin inkişafı deməkdir. Buna görə sizə xüsusi təşəkkürümü bildirəm, Məlahət xanım. Keçək mövzumuza, vaxt itirmədə, vaxtımız da bilirsiniz ki, azdır, vaxtımızı dəyərləndirmək lazımdır. Saçımız nədən tökülür? İlk olaraq əsas səbəb nə olur? Saçın tökülməsi bir çox səbəbdəndir. Təbii ki, bu daxili orqanlarda gedən patologiyalar sayəsində tökülür. Amma bugün mövsümü tökülmələr də var. Biz saç deyəndə insanlar saça əvvəllər bu qədər diqqət yetirmirdi. Son illərdə saç problemi həm daha çox qlobal olub. Nəinki əvvəllər, məsələn, androgen tipli tökülmələr, irsi faktorlar daha çox idi. Amma bugün kiçik yaşlı uşaqlarda belə erkən tökülmələr çox müşahidə olunur. Burada təbii ki, bir neçə xəstəliklər var ki, o səbəbdən də saçlar tökülə bilir. Bunlardan başlıca olaraq deyərdim ki, hormonal problemlərdir, məsələn, tiroidlərdir, autoimmun xəstəliklərdir, həmçinin də ən çox stres faktorlarıdır, mədə-bağırsaq problemləridir. Bu xəstəliklər səbəbindən saç daha çox tökülə bilir. Və təbii ki, burada biz parazitar xəstəlikləri də, immun sistemin zəifləməsi, vitamin balansının zəif olması və bu xəstəliklər səbəbindən yaranan saç tökülmələr var ki, bu da bəzən testosteronun yüksəlməsi, prolaktin, bunlar hamısı hormonlara aiddir. Bu cür tipli tökülmələr bugün çoxdur. Və biz çalışırıq ki, həmişə saçlardan danışanda daha geniş informasiya verək ki, insanlar onu daha çox, məsələn, aydın olsun ki, ən çox tökülmə səbəbləri nədir? Məsələn, burada kiçik yaşlı uşaqlar daha çox görünür. Bu, alopesiya xəstəliyidir. Bir də var ki, saçın yerli sebariya xəstəlikləri. Sebariyalar bugün çox yaygındır, istər yaşlı nəsil arasında, istər yeniyetmələr arasında. Çünki adətən bunlar yeniyetmələr arasında yaranan vaxtı müəyyən müddət, uzun müddət sebariya davam oluna bilir və müalicəsi çətin olduğu üçün, aylar, illər çəkdiyi üçün bəzən xəstələr onu yorucu olur, müalicə eləmirlər və bu ta qocalıq devrinə qədər gətirib çıxarır. Bugün çünki yaşlı nəsil də çox müraciət edir ki, saç dibində qaşınmalar var, yağlılıq var, kəpək var. Hətta onlar, məsələn, kişilərdə sinənin tüklü nahiyəsində olması, qoltuq altı tüklü nahiyələrdə bu qabıq vermə, yağlanma, qızartı, qaşınma hallarının olması müşahidə oluna bilir. Məsələn, sebariyanın müalicəsi ən azından 6 ay, 1 il, illərlə çəkə bilir. Yəni, bunun tez bir vaxtda müalicəsi mümkündür. Dəmirovlar da bugün çox yaygındır. Dəmirovların özündə də, məsələn, dəmirovların da növləri var. Məsələn, insanlar dəmirov deyəndə hamısını sədəf xəstəliyi, psoriaz,
kimi, yəni bunlar eyni addır. Amma bəzi insanlar bunu deyir ki, yox, mən getmişdim, mənə Sədəf dedilər. Sədəf özü də elə psoriazdır. Yəni psoriaz özü Pullu Dəmirovdur. Bunların hamısını bəzən xəstələr qarışdırır, amma eyni adda olan, eyni xəstəlikdir. Eyni səbəbdən yaranır onlar doktor? Səbəbdən təbii ki, burada irsi faktorlar da var, Dəmirovların keçiciliyi də var, sonradan ekzemiyaya keçməyi də var, qaşınma, yaralı, irinli, səpqili yaralarla olan xəstələrimiz də çoxdur. Amma müalicələrimiz nəticəsində çox gözəl, effektiv, məsələn, nəticə ala bilirik. Amma insanlarda bir belə fikir var ki, səpqidir, qaşıntıdır, keçər. Adi bir müalicə götürməklə, tez-tez hansısa kremi öz başına çəkməklə, hardansa kimisə məsləhətinlə, nəyisə eləməklə bunları daha ağırlaşmış formaya gətirə bilirlər. Bu zaman itkisidir əslində. Təbii ki. Biz çalışırıq ki, müalicə müddətində əslində daha dəqiq diaqnozun olması çox önəmlidir. Bəzən xəstələr gələn zaman bir çox analizləri verməkdən çəkinirlər. Onlar, məsələn, elə başımda yaradır, mən hər şeyi bilirəm, deyir. Mən bilirəm, mən 3 il qabaqda belə idim, belə müalicələr təbii ki, uzun müddətli effekt verməyə bilir. Çünki həkimləri gəzirlər, bu həkimin müalicəsini yarımçıq, o həkimin müalicəsi yarımçıq. Dəqiq sona qədər müalicə aparılmalıdır ki, o effektiv. Yəni, mən praktik olaraq gündəlik qarşılaşdığım məsələn, temaları danışmağa çalışıram. Çünki saç xəstəliyi çox mürəkkəb xəstəlikdir. Saçın müalicəsi o qədər də asan deyil. Baxın, görün, bütün orqanlarımızla bağlıdır. Əgər bugün biz desək ki, saçın müalicəsində hər hansı bir yerli müalicə ilə biz nəticə alırıq, bu çox yanlış fikirdir. Yerli müalicə, istər mezoterapiyalar olsun, vitamin balansını gücə, bunlar lazımdır. Mən demirəm, bunların əleyhinə deyiləm. Amma köklü müalicə normal aparılmadıqda istənilən nəticəni almaq olmur. Çünki saç 40-a yaxın onun istehsalı var. Ürətdiyi, deyək ki, şeylər var, hormonlar var. Biz bir arada bu saç üzərində çox böyük araşdırma apardıq. Bir neçə bizim professor alimlərimizlə və bir çox xarici ədəbiyyata baxdıq. O qədər mürəkkəbdir ki, saçın müalicəsi. Çünki bizim orqanizmimizin bütün orqanlarımızla bağlıdır, deyərdim. Saçı bəsit olaraq görmək olmaz. Onun müalicəsini küçümsəmək, adi şampunla, adi bir yuyucu vasitə ilə, nəysə bir yüngül. Xəstələr gəlir, uzun müddət vitaminlər içir. Heç o vitaminlərin artıq əski avitaminoz yarana bilər, sonra yüksək allergik həssaslıq yarana bilər. Bu vitaminləri də bu qədər aşırı içmək olmaz. Onlar doza ilə aylıq, gündəlik, bəli, elə vitaminlər var ki, uzun müddətli içilməlidir. Amma onlar yoxlanılmadan necə gəldi içiləndə, bəzən sonradan başqa fəsadlar da olur. Çünki xəstələrin müraciətlərindən biz qaynaqlanaraq bu sözləri mən deyirəm. Saçı ən çox, məsələn, müraciət olunur, saç dibində olan yağlılıq, kəpək, qızartı, səpki, qabıq vermə, hətta boynun arxasında daha çox sızanaqların olması, ən çox da bu kişi xaylaqlarında, kişilərdə daha çox olur. Bəzilərdə doktor bunu normal kimi qəbul edir ki, bu nədənsə olub da keçib gedəcək. Yox, elə keçib getmək olmur. Çünki bir dənə xəstəmiz var idi, rayonlarda, bölgələrdə olan zaman, Gəncədə olan zaman, məsələn, gələn xəstəmiz var idi ki, onların boyun hissəsinə, nahiyəsinə hətta çox bərkimiş, irinli, iltihaplı yaralar var idi. Həddindən artıq 20 ilə yaxın idi ki, o xəstə, məsələn, belə bir vəziyyətdədir. Amma onun şəkilləri də var, indi biz çəkilişdə eləmişik. Burada bir ay ərzində aldığımız nəticə çox gözəl, müsbət nəticə oldu və bu, ən çox daxillə bağlı aparılan müalicənin sayəsində. Daxili müalicə normal aparılmazsa, istənilən effekti almaq mümkün deyil. Bizim bir çox kadrlar var, bir çox görüntülərimiz var. Hər dəfə onu gərək yeniləmək də lazımdır. Amma mən onu qeyd eləmək istəyirəm ki, xəstələr müalicə alan zaman
diqqətli və düzgün müalicəni aparanda effekti almaq olur. Saç dibində məsələn olan bu yağlılıq, kəpək, sebariyalardan danışdıq. Qaşda olur, qaşı tökür, kipriyi tökür. Məsələn, alopecia xəstələri gəlir. Balaca bir halqa tökülmə başlayır. Ocaqlı tökülmə. Və bu xəstələrə aydın olsun deyinə biraz daha aydın danışmağa çalışıram ki, bir tökülmə olduğu zaman xəstə çalışır ki, onu evdə ən çox eşitdiyimizdir. Sarımsaqla müalicə elədim, hansısa şampunu yudum, bunu elədim. Müvəqqəti nəsə bir nəticə ala bilirlər. Ya gedirlər bir çox hormonal dərmanlardan istifadə edirlər. Yerli olaraq hormonlardan vurulur. Məsələn, adlarını çəkmirəm. O hormonlar ki, bütün həkimlər onu tanıyır. Amma onlar sonradan tökülməyə başlayır və xəstələr həmişə şikayətlənir ki, getdik, müalicə aldıq. Bir 3 gün qabaq yenə bir 3-4 xəstə belə zəng vurub ki, biz müalicələr almışıq, həmin müddətdə saç çıxdı, dərmanı dayandıran kimi saç töküldü. Ən azından 3 ay, 3 il, 5 il qala bilər o saçlar. Əgər hormonlarla olunursa, hormonlarla olunan o dərman dayanan kimi töküləcək. Belə xəstələr çoxdur. Demək, saçın ocaqlı tökülməsi, alopecia xəstəliyi bugün dünyada elmə belə məlum deyil. Onun tam müalicəsi deyərdim ki, deyilir ki, yoxdur. Amma şükürlər olsun ki, mən onun buna görə bir 3 patentim var, 4 patentim var və o patentlərdən hazırlanan məhsullarla balzam və gellərimiz sayəsində biz saçları bərpa edirik və burada mütləq daxili müalicələri nəzərə alaraq biz müalicələri aparırıq. Normal halda, ümumi tökülmələrdə hər kəs onu istifadə edə bilər. Mən bunu həmişə dəfələrlə deyirəm. Saçın yerli müalicəsini daxili müalicə ilə aparmadıqda istənilən nəticəni almaq olmur. İstənilən nəticəni almaq üçün mütləq daxili orqanlarda gedən patologiyanı bilmək və doğru düzgün müalicə aparılmalıdır. Alopecia xəstəliyi deyərdim ki, saçın ən ağır xəstəliklərindən biridir. Alopeciyanın rubcova alopecia var, çapıqlaşmış alopecia. Bu çapıqlaşmış alopecia ən çox travma görən saçlardadır. Bugün androgen tipli tökülmələrdə çox yaygındır. Androgen tipli tökülmələrdə ən çox kişilərdə, saçın qadınlarda da var. Yəni kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. O yüzden də, məsələn, valideynlər otururlar 16 yaş, 15 yaş, hətta 13 yaşında uşaqda belə, bax görürsünüz bu kiçik yaşlı uşaqdır, o birisi kadırdakı. Onun saçı seyrəlməyə başlayır. Bunu görən zaman valideyn zamanında, vaxtında müraciət eləməlidir. O gördüyünüz ocaqlı tökülmələrdə balaca bir yerdə o tökülməni hiss elədirsə, üzdə olur, saqqalda olur, saç dibində olur. Bunları görən zaman həmən o saç müalicəsi aparılmalıdır ki, o effekti normal olsun. Tam tökülür, qaş, kiprik, tam keçəlləşmə olduqda təbii ki, həkimə müraciət edirlər və o müraciət edən zaman bu uzun müddətli olur. Xəstələr isə hər bir müalicəni həm maddi baxımdan, həm müalicə baxımından, həm zaman baxımından bu uzun müddətli müalicədir. Bu heç vaxtda tez bir vaxtda biz istədiyimiz kimi tez bir zamanda bərpa ola bilmir. Çünki orqanizmin öz funksiyası var. Əgər orqanizm bu günləri vitamin balansı normal deyilsə, hormonlar normal deyilsə, mədə-bağırsaq sistemində xəstəlik varsa, sorulma prosesi normal deyilsə, təbii ki, saç töküləcək. Və saçın qidalanması üçün orqanizmdə olan vitamin balansı, minerallarla olan balans normal olmadıqda, hormonlar normal olmadıqda təbii ki, saç başlayır tökülməyə. Testosterondur, prolaktindir, estradioldur, kortizoldur. Bu müayinələr mütləq aparılmalıdır. Və təbii ki, burada tiroidlərin çox böyük rolu var. Ginekoloji infeksiyalardır, ginekoloji kistalardır, fibromalardır. Qadınlarda bunların da rolu böyükdür. Amma bəzən xəstələr fikirləşir ki, mən hansısa şampunu alacam, onunla yuyuram başımı, məndə hər şey normal olacaq. Şampunlar yuyucu vasitədir. Yəni, bunlar yumaq üçündür. Bunlar sizə heç bir müalicəvi əhəmiyyəti yoxdur. Sabunla yudun, şampunla yudun, bunun heç bir fərqi yoxdur. Amma daxildə gedən problemi aradan qaldırmasaq, təbii ki, bir müddət sonra həmin saçlarda
tökülmə yenidən Doktor, müşahidə olunur. ümumiyyətlə biz yaşlı nəslimizdən öyrənmişdik ki, nənələrimiz, babalarımız o vaxtda deyirdilər ki, insanın gün ərzində 60 saç teli tökülməlidir. Ümumiyyətlə bu normaldır. Necə olur ki, biz bilək ki, artıq saç sağlam orqanizmdə. Əgər xəstə olan orqanizmdə saçlar tökülürsə, təbii ki, burada təcili müalicə götürülməlidir. Biz bilirik ki, ümumiyyətlə saç düzdür, təbiətdə insan yaranandan tökülür, saç çıxır. Və o yenilənməlidir 6 aydan bir, 8 aydan bir, il ərzində. Var. Dəridə problem varsa, hər hansı bir maskadan, hər hansı bir lazımsız serumdan, hər hansı bir rolikdən istifadə edərək bunu daha da kəskinləşdirə bilər. Daha da özünə problem yarada bilər. Çünki dərinin sağlam olmalıdır ki, o tükü saxlasın. Dəridə olan qızartı, səpki, yağlılıq təbii ki, saça get-gedə zərər verəcək. Bəzən belə bir şey var ki, bu seboreyası olan xəstələrdə saç tökülmə uzun müddət müşahidə olunmur. Uzun müddət qabıq olur, yağlılıq olur, kəpək olur, hətta sıx normal saç görünür. Sonra birdən bir müddətdən sonra o tük dibində olan iltihablar, tük soğanağına vurulan zərər təbii ki, get-gedə saçı tökməyə başlayır. Və daxili qidalanma normal olmadıqda, mən həmişə vurğulayıram ki, uşaqlarımızın ümumiyyətlə qida rasionumuz zəngin olmalıdır. Qida rasionunda minerallar, vitaminlərlə zəngin olmayan qida, yeniyetmələr bugün fast foodlardan daha çox istifadə edir. Keyfiyyətsiz qida təbii ki, get-gedə saçı tökəcək. Gündəlik bizim balansımız var ki, və gündəlik vitamin tələbatımız var. Əgər bugün biz o gündəlik tələbatı ödəmiriksə orqanizmə, o tələbat olmadıqda get-gedə vitamin balansı düşür və bu vitamin balansı zəiflədikcə də saçların da qidalanması zəifləyir. Orqanizmdə olan minerallar, vitaminlər yetərli olmadığı üçün saç qidalana bilmir. Və buna baxmayaraq bəzi yerli müalicələr, bəzi olunan müdaxilələr də effekt verməyə bilər. Baxın, gəlin belə müşahidə eləyirəm, mən gələn xəstələrin ən çox da statistikasını aparmağı daha çox sevirəm ki, hansı bölgələrdən gələn xəstələrdə daha çox alopesiya var uşaqlarda. Hansı bölgələrdə daha çox qaşınma, yağlılıq, kəpək. Məsələn, biz Gəncədə də olduq, Bərdədə də. Bəli, Bərdə bizim aksiyamız var, onu qeyd edim söhbətimizin bu məqamında. Nərgiz Klinikasının həkim kollektivi aprel ayının 19-u tarixində Bərdə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmlər doktoru Məlahət Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstələrinin müayinə və müalicəsini keçirəcək. Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Xocalı, Xocavənd, Şuşa və Xankəndi bölgələrində yaşayan hər kəs müraciət edə bilər. Yazılmaq üçün 050 878 46 48 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Öncə də yazılmaq mütləqdir. Hər birinizə şəfa diləyirəm. Bir dəqiqədən sonra qısa araya ayrılacağıq. Mövzumuzu davam etdirərik, doktor. Və bizim izləyicilərimizin sualları var. Dünəndən saysız hesabsız suallar gəlir ki, Məlahət xanıma bu sualları ünvanlayın. Mütləq ünvanlayacağım. Diqqətiniz bizdə olsun. Heç bir yerə ayrılmırsınız. Bir daha sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Nərgiz Tibb Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova ilə bugün saç tökülməsi barəsində Bərdədə dəri xəstəlikləri onu siz açıqlayarsınız. Doğrudan da çox maraqlıdır ki, bölgələrə uyğun deməli xəstəliklər də var. Hansı bölgələrdə insanlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər. Bəli. Qısa aradan sonra də müxtəlifdir. Bərdəni qeyd elədiniz. Bəli, çünki müraciət eləyən xəstələrdən çoxu dəri xəstəliklərindən müraciət eləyirdi. Həmçinin də parazitar xəstəlikdən, qurd xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri. Məsələn, Gəncədə daha genişdir. Amma burada sırf gələn xəstələrin əksəriyyəti, məsələn, dəri,
parazitar xəstəlik, qurd xəstəlikləri, həmçinin qurd xəstəlik, parazitar xəstəliklər deyəndə dəridə olan parazitlər özü də mövcuddur. Patogen mikroblar olur, bəzən göbələklər çox yaygındır, dəmrovlar çox yaygındır. Belə bölgələrdə olan xəstələrdə, məsələn, ən çox müraciətlər arasında göbələk xəstəliyi Bərdədən mən məsələn fikir verdim ki, xəstələr arasında daha çoxdur. Və bunlar maraqlısı da odur ki, məsələn, hər yerdə həkimlərimiz var. Müraciət eləmək lazımdır zamanında həkimə. Məsələn, dırnaqlarda, ayaqlarda, barmaqların arasında, dırnaqlarda məsələn, görürsünüz ki, göbələk olur, uzun müddət müalicə eləmir, tam sədəf zədələnir. Və bunlar vaxtında, anında müalicə olunmadıqda daha qlobal problemlərə çevrilir. Ona görə zamanında müraciət etmək önəmlidir. Və kosmetoloji, dəridə olan sızanaqlar, səpkilər, məsələn, yeniyetmələr arasında bugün daha çox yaygındır. Amma yeniyetmələrdən çox deyərdim ki, yaşlı nəsil arasında da çox yaygındır. Baxın, dəri problemi, saç problemi, bunlar bir-birindən çox əlaqəli olur. Məsələn, saçı tökülən insanların əksəriyyətinin dırnağında da problem olur. Göbələk varsa, göbələkdir, məsələn, dəmrovlardır, bunlar bir-birindən çox sıx əlaqəlidir. Əgər saç dibində göbələk varsa, kiçik yaşlı uşaqların əksəriyyətində görürsən, bir evdə 2-3 uşaqda göbələk xəstəliyi ola bilir və tökülmələr hər ikisində də ola bilir. Elə olur ki, alopesiya, ocaqlı alopesiya 2 uşaqda da olur. Məsələn, var xəstələrimiz ki, biri sağalır tez, amma orqanizmdən asılı olaraq birində uzun müddət davam eləyə bilir. Ona görə də saçın müalicəsində, dəridə olan problemlərdə diqqətli olmaq lazımdır və dəri problemi də uzun müddətli müalicəyə tabi olmayan xəstəliklər sırasındadır. Çünki dəri xəstəliyi elədir ki, mədə-bağırsaq sistemində sorulma prosesi normal deyil. Vitamin balansı normal olaraq orqanizmə sorulmursa, təbii ki, burada saçın tökülməsi müşahidə olunacaq. Və saçın müalicəsində də doğru düzgün aparılmalıdır ki, baxın, dəridə olan sebariya, üzdə olan sebariya paralel müalicə aparılmalıdır. Çünki xəstələr gəlir, deyir, mən saçımı istəmirəm, üzümü istəyirəm. Saçı nə qədər müalicə eləsən, üzü eləməsən, yenə məcbursan paralel eləməyə. Üzdə olan sızanaqlar, səpkilər, sebariya nəticəsində, sebariyalı xəstələrdə mütləq saçla müalicə olunmalıdır. Məsələn, sinənin tüklü nahiyəsində ən çox kişilərdə dediyim kimi bu daha çox qabarıq müşahidə olunur. Burada paralel müalicə getməzsə, yenə təkrar həmin vəziyyət yaranacaq. Ona görə də müalicə müddətində çox diqqətli bu müalicələr aparılmalıdır. Və kosmetoloji dəri problemlərinə toxunmaq istəyirəm. Bəzi xəstələrdə yeniyetmələr arasında, istər yaşlı nəsil arasında üz nahiyəsində olan səpkilər, qızartılar, irinli iltihablı yaralar, bəzən görürsünüz müalicə alırlar. Müalicə müddətində biraz sakitləşir və kosmetoloji müalicə yerli olaraq iynə vururlar, losyonlardan istifadə edirlər. Amma daxildə qurd xəstəliyi varsa, mədə-bağırsaq problemi varsa, öd-qaraciyər problemi varsa, təbii ki, dəridə o özünü göstərəcək. Dərinin sağalması burada çox ləng olacaq və bəzən də heç olmur. Müəyyən xəstələr var ki, üz aknelərlə bizə çox müraciət edirlər. Gedirlər müalicə alırlar, çopurluq qalır. Bizdə nərgiz kremləri illərdir istifadə olunur. Nərgiz kremləri sayəsində bizdə aparılan müalicələrdə dəridə aknelərdən sonra preşik deyirlər də, el arasında daha çox belə tanınır. Bu səpkilər, bu qızartılar, bu nərgiz kremi sayəsində tamamilə çopur olmadan hamar üzlə müalicə aparıla bilir. Bu kremin sayəsində biz dəridə olan bütün iltihabı prosesi götürə bilirik və verdiyimiz müalicələrin içərisində mütləq daxili müalicə önəmlidir. Biz qurd xəstəliyindən danışanda həmişə saçda da, dəridə də mən həmişə bunu qeyd edirəm ki, mütləq lazımdır. Bayaq xəstəni qeyd elədim ki, uzun müddət müalicə aparmışdı. Məsələn, o irin, o iltihabı yaralar getmirdi. Belə xəstələrdə mütləq biz parazitin müayinəsini aparırıq. Parazitin müalicəsi ilə paralel aparırıq mədə-bağırsaqla, öd-qaraciyərlə və nəticə ona görə uğurlu olur. Bizim klinikamızda 3 ay, 6 ay, 1 il
müalicə alan xəstələr var ki, onlarda o irinli iltihab yarar. Bəzən 3 aya da orqanizmdən asılı olaraq təmizlənə bilir. Bəzən 2 aya, bəzən 5 aya. Yəni bunlar, burada bilirsiniz, bugünkü müasir tibbdə protokollar var. Bütün xəstəliklər o protokollar üzərində müalicə aparılır. Bəzən mən o protokollarla razılaşa bilmirəm. Ona görə ki, orqanizm fərdidir və aparılan müalicələr hamıya eyni təsir eləyə bilməz və hər kəsə də eyni protokol tətbiq eləmək mümkün deyil. Çünki orqanizm o qədər həssasdır ki, bugün bütün xəstəliklər deyərdim ki, elə bil öz istiqamətini dəyişib. Elə adicə götürək, məsələn, dünən gələn xəstələrdən Ağdam rayonu idi deyəsən, ya Füzulidən idi. Dedi, məktəbi bit götürüb gedir. Təmizləmək də mümkün deyil. Yəni bu pediküloz əvvəllərdən olub, həmişə olub. Nənə babalar pediküloz, yəni bit xəstəliyi dəridə olan parazitin bir növüdür. Əvvəllər bunu çox rahatlıqla müəyyən, evdə olan müəyyən üsullarla təmizləyirdilər. Amma indi çox maraqlıdır ki, bunu təmizləmək mümkün deyil. Yəni bununla müraciət edən xəstələrimiz çoxdur. Və cavan qızlar var, institutda oxuyan qızlarımız var, gəlirlər, utanırlar, müraciət edirlər, deyirlər ki, heç cürə təmizləmək mümkün deyil. Nə qədər təmizkarlıqlarına, nə qədər gigiyenik qaydalara nəzarət eləsələr də, yəni bu da parazitin bir növüdür. Yəni bugün bunları mən demək məcburiyyətindəyim, indi elə bir yaygın olub ki, İnsanlar bundan mübarizə də belə apara bilmir. Antibitlər alırlar apteklərdən, nə qədər, heç bir işə. Amma bizdə bizim balzam və gellərimiz, öz losyonlarımız, onu tez bir vaxtda biz müalicə eləyirik. Bir aya, 40 günə tam təmizlənə bilir. Amma uzun müddət valideynlər bundan əziyyət çəkir. Yəni hər bir kəs üçün şey deyil də, çox utanç gəlir, amma bundan utanmaq lazımdır. Çünki bu bir xəstəlikdir və bu da yaygın olduqda məktəblərdə uşaqlar arasında bugün çox yayılıb. Məsələn, institutda oxuyan qız gəlib, başında o parazitlər var və hətta bizdə o mikroskopik müayinə zamanı orada da aşkar görünür. Yəni bunu nəyə görə vurğulayıram? Zamanında, anında müalicəni aparmaq lazımdır. Dırnaqla uşaqlar qaşıyır, sıyrıntı nəticəsində ekzemalar yaranır, get-gedə başqa dəridə yaralar əmələ gəlir. Ona görə onu zamanında, vaxtında təmizləmək lazımdır. Dəridə olan səpkilər, qızartılar olduqda da zamanında, vaxtında müraciət etdikdə daha effektiv nəticə almaq mümkündür. İstərdim ki, söhbətimizin bu məqamında bir daha Bərdə səfərimiz haqqında dəyərli izləyicilərimizə məlumat verib. Nərgiz Klinikasının həkim kollektivi aprel ayının 19-u tarixində Bərdə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq 648 051 388 7070 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Öncədən yazılmaq mütləqdir. Sağlamlığınıza qovuşmağın vaxtıdır, zamanıdır. Bizim çox dəyərli doktorumuz Məlahət xanım Qəhrəmanova Bərdəyə səfər edəcək. Nömrələri bir daha qeyd edim. 050 878 46 48 051 388 7070 nömrələri ilə əlaqə saxlayın. Sağlamlığınıza qovuşun. Doktor, söhbətimizi davam etdirək. Siz söhbətimizin əsnasında qeyd elədiniz, deməli, göbələklərdən danışdınız. Ümumiyyətlə, göbələklər keçici bir xəstəlikdir. Təbii ki. Və müalicəsi uzun müddətli olurmu onun? Baxın, orada da yenə mikozların növləri var. Yəni, burada da göbələk mədə-bağırsaq sistemində də ola bilər, dəridə də ola bilər, göz dibində də ola bilər, dırnaqlarda da ola bilər. Orqanizmin hər hansı bir bölgəsi olsa yarana bilər. Və mikozların da növləri var ki, bu göbələklərin də uzun müddət davam edir. Məsələn, əlin içərisində partlayır, elə vəziyyətə düşür, qabıq, yara şəklində olur. Onlar bir müddət müalicə alırlar, müalicə müəyyən dərəcədə kömək eləyir, bir müddət keçir, dəridə yenə o quruluq, o dəridə olan quruluğu aradan qaldırmadan, daxildə olan vitamin balansını tənzimləmədən dəridə nəticə almaq rahat olmur. Göbələk, bəli, parazitdir, dəri problemidir. Amma orqanizmin gücü çatmalıdır o xəstəliyi sağaltmağa. Bu, o demək deyil ki, yerli olaraq dəri xəstəliyidir, dəriyə aiddir. Amma dərinin sağalması üçün
orqanizmin müqaviməti olmalıdır ki, o dəri sağalsın. Məsələn, xəstələr var ki, bizə çox müraciət edirlər. Məsələn, dərinin su balansı normal olmadıqda, dəridə o quruluğun olması özü dəriyə başqa problemlərin də, avitaminoz olan xəstələrdə dəridə başqa problemlərin də yaranmasına gətirib çıxarır ki, göbələklərin müalicəsində rahatlıqla aparmaq mümkündür və düzgün istiqamətdə aparlarsa effekt almaq, nəticə mümkündür. Amma mən ən çox bugün istərdim ki, yaşlı nəsil arasında müraciət edən dəri ilə, saçla bağlı olan pasiyentlərimizə də buradan səslənim ki, zamanında aparılmayan müalicələr, sebariyalar, quru sebariya, duru sebariya, yağlı. Məsələn, görsən ki, dəridə qabıqlama, qaşıntı, yağlılıq çox müraciət edir belə xəstələr. Və zamanında da müalicə almadıqları üçün bu get-gedə yaşlı nəsil arasında sonraki illərdə daha çox əziyyət verə bilir ki, başlarında olan o qaşınma, yağlılıq, kəpək sonradan onlara gecə yuxudan ayılma, narahatçılıq verir. Baxın, mən ən çox həmişə vurğulayıram ki, qaşınmalar, gecə tutma şəkilli qaşınmalar olur. Burada öd kisəsinin də rolu böyükdür, öd qaraciyərin rolu çox böyükdür. Öd daşı olan xəstələr, öddə qatlaşma, çöküntü olan xəstələrdə mütləq dəridə o problemlər yarana bilir. Dəridə yaranan gecə tutma şəkilli qaşınmaların çoxu öd pigmentasiyasından irəli gəlir ki, bəzən də elə xəstələrdə baxırsan ki, bilirubinin miqdarı artıb, belə xəstələrdə gecə qaşınma sinir uclarını qıcıqlandırır, gecə xəstələrdə qaşınma olur. Belə xəstələrdə çox vaxt dəriyə baxdıqda dəridə heç bir səpki, qızartı, yara, heç bir şey görünmür. Amma onlar gəlir ki, məsələn, sinirlə də bağlı ola bilir. Təbii ki, öd qaraciyərin rolu böyükdür. Amma sinirlə bağlı olan neyrodermitlər var, bir çox dəri xəstəliklər var. Ən çox mən vurğulamaq istəyirəm mədə, bağırsaqdan yaranan dəri xəstəlikləri. Əgər mədədə, bağırsaqda qəbizlik varsa, bu xəstədə qaşınma olacaq. Öddə qatlaşma, çöküntü varsa, öd daşı varsa, təbii ki, olacaq. Tək qaşınma bunlarla deyil, kreatinin yüksəlməsi böyrək problemlərinin özündə də qaşınma mümkündür və bu qaşınma arta bilər. Yəni, burada qaşınmanın səbəbi tək allergik fon deyil. Allergik, məsələn, qida panelləri var, bunlar var. Allergiya bizim klinikamızda ən gözəl formada bütün panellərdir, bütün prektestlərdir, bütün allergik. Məsələn, allergiyanın çox növləri var. Bizim hörmətli professorumuz Lalə xanım Allahverdiyeva klinikamızda fəaliyyət göstərir və allergoloji bütün müayinə və müalicələr klinikamızda aparılır. Amma elə səbəbdən olan tökülmələr var ki, biz çox vaxt bir yerdə konsultasiya edirik, məsləhətləşirik, parazitlərin, qurtların özü də çox güclü allergik həssaslıq yaradır. Allergiyanın qarşısını almaq üçün dəqiq, düzgün müayinə seçilməlidir. Düzgün müayinə olunmasa, o allergik fon tez bir vaxtda müalicə olunmur. Allergiya ümumiyyətlə uzun müddətli müalicə tələb edən bir xəstəlikdir. Asmatiklər, bronxitlər bunlardan fərqli olaraq qida allergiyaları var, mədə bağırsağı, hətta reflüks, mədə reflüksundan olan, helikobakterdən olan qaşınmalar da mümkündür. Ona görə xəstələr müalicədən öncə, ilk öncə mütləq çalışsınlar, ən çox müayinələrə diqqət yetirsinlər. Dəqiq diaqnoz olduqdan sonra müalicə çox asanlıqla aparılır. Azonoterapiyadır, plazmafarezdir, bağırsaqların yuyulması, kolonoterapiyadır. Bu prosedurlar önəmlidir. Amma o prosedurları aparmadan öncə dəqiq baxılmalıdır ki, bu xəstənin problemi hansı səbəbdəndir və o problemi aradan qaldırmadan aparılan bu prosedurlar önəmli olmur. Məsələn, bir xəstədə qurd xəstəliyi var, qurdu var, yüksək allergiyası var. O deyir ki, mən gəlmişəm bağırsağımı yudurtmağa. Çox gözəl, get yudurt. Yudurdandan bir ay sonra, 10 gün sonra yenə həmin vəziyyətdə olacaqsan. Niyə? Çünki əsas mənbə olan qurdun müalicəsi getməyib. Qurdu, həmin toksinləri, o toksik təsiri kim yaradır? Qurd yaradır. O qurd yaratdığı üçün qurdun müalicəsini aparıb, sonradan bunu aparmaq lazımdır. Əgər biz azonoterapiya, plazmafarezi allergiya görə eləyiriksə, biz allergik fonu götürmədən
o hansı səbəbdən yarandığını aşkarlamadan, mədə-bağırsaq problemi varsa, mədə xorası varsa, qəbizliyi varsa, bunları müalicə etmədən, öddaşı varsa, sən nə qədər istəyirsən plazmafarez ilə qanını yudur, allergik həssaslığı azalt, yenə də bir ay sonra o qana sorulur, sorulandan sonra yenə həmin xəstəlik baş verir. Və bu səbəbdən də mütləq hökmən dəqiq diaqnoz lazımdır. Dərdini bil, dərmanı al. Əgər, buyurun. Doktor, sinir sisteminin saç tökülməsi ilə nə əlaqəsi var? Çünki bəzi insanlar deyir ki, mən əsəbləşdim, böyük bir qəza keçirdim. Qəzadan sonra saçım sürətli tökülməyə başladı. Bunun çox böyük rolu var. Onun müalicəsi daha tez başa gəlir, necə olur? Baxın, tez deməzdim. Sinir sisteminin müalicəsi uzun müddətlidir və o sinirində gərginliyi olan, stres keçirən, əsəb gərginliyi olan, depressiyası olan xəstələrdə saç tökülməsi mümkündür. Depressiya, qorxu, həyəcan, bunlar özü immun sistemə təsiri var. İmmun sistemin çökməsindən həmin problemlər yarana bilər. Sinir sistemi özü mədə-bağırsağı da qıcıqlandırır. İstənilən bir xəstəliyin qıcıqlandırmasına səbəb ola bilir. Hər hansı bir xəstəlik olur, olsun, sinir sistemi gərgin olduqda o xəstəliklərin oyanması müşahidə oluna bilər. Saç tökülməsində də rolu var, dəridə də rolu var, mədə-bağırsağın qıcıqlanmasında da rolu var. Elə insanlar var ki, əsəbləşən kimi onda diariya baş verir, ishala meyillilik baş verir, həmən getmək məcburiyyətində qalır. Həyəcandan da olur. Bəli, stres faktoru, əsəb gərginlik faktoru sinir sistemi bütün xəstəliklərdə qıcıq yarada bilir. Və parazitar xəstəliklər özü də, qurd xəstəlikləri özü də birbaşa ali sinir sisteminə təsir edir. Və belə xəstələrdə, məsələn, ən çox trixanella qurdudur, haşnana qurdlardır. Bu parazit növləri birbaşa ali sinir sistemini qıcıqlandıran növləridir. Yəni, insan orqanizmi o qədər həssasdır ki, bugün bu xəstəliklərin daha çox yaygın olması. Baxın, Ümumdünya Səhiyyə Təşkilatı son illərdə parazitar xəstəlikləri, qurd xəstəlikləri haqqında çox böyük statiyalar verir və bu çox böyük statistik məlumatlar verir ki, bugün qurd xəstəlikləri çox-çox yaygındır. Məsələn, bu yaxından bizim Ankara'da olan zaman böyük parazitologiya ilə bağlı böyük bir konferans var idi. O konferansdan olan alimlərlə biz bir çox diskusiyalar aparırıq, söhbətlər eləyirik. Bir neçəsi də klinikamıza gəlmək fikrindədirlər. Çünki bizim parazitar xəstəliklərlə bağlı, qurd xəstəliklərlə geniş, deyərdim ki, çox gözəl bizim müalicə üsullarımız var və bugün deyərdim ki, parazitar xəstəliklərin tam müalicə mərkəzi olaraq çox effektiv nəticələrimiz var və bütün qurd xəstəliklərinin müalicəsində ən çox bizim üstünlüyümüz nədədir? Bütün valideynlər o parazit təmizləndikdə gözlərindən görür. İçilən parazitalgindir, parazitalgin şərbətimizdir, kapsulamızdır, çaylarımızdır. Bunların hamısının təbii ki, təsdiq olunmuş sertifikatları, patentləri hamısı var. Və bunların içən xəstələrimizdə tam effektiv nəticə ala bilirik. Onlar da sırf təbii vasitələrlə. Bugün bizim apardığımız müalicələr Azərbaycanın öz təbiətinin məhsullarıdır. Bunu mən hər dəfə vurğulayıram və deyirəm. Mənim ən çox sevdiyim öz təbiətimizdir və mən heç bir xarici ölkədən demirəm ki, bu ölkədən onu gətirdim. İnsanlarda bu maraq üçündür. Ki, insanlarda belə bir maraq var ki, bu Çindən gəlibsə, bu hansısa ölkədən gəlibsə dəyərlidir. Xeyr, bunun dəyəri öz yaşadığımız torpaqdan orqanizmamızın kodlaşmasıdır. Bizim orqanizmamız bu koda uyğundur. Və bizim Madein Azərbaycan brendi olaraq mən bir çox ölkələrdə səfərlərdə oluruq və getdiyimiz bütün dövlət tədbirləri var ki, Aspromanın xətti ilə gedilən dövlət tədbirlərində mən öz məhsullarımla çıxış edirəm. Mən o ölkələrə məhz Azərbaycan brendi olan öz məhsullarımızı apararaq orada mən o sərgilərdə yer alıram. O tədbirlərdə iştirak edirəm. Və bugün əminliklə sizə deyirəm ki, özümüzün yediyimiz o bir dənə bağımızdan dərdiyimiz o çürük meyvə 1000 dənə deyərdim kilolarla olan meyvənin əvəz eləməz. Bizim öz təbiətimiz, öz orqanizmamız üçündür. Ona görə bu ölkədən gəldi, o ölkədən gəldi deyərək biz
Bu tək bizdə deyil, bütün dünyada belədir. İnsanlar bəzən elə bilir ki, başqa yerdən aldığım məhsul daha keyfiyyətli, daha yaxşı olacaq. Amma biz düşünməliyik ki, bizim orqanizmamız bu təbiətə kodlandığı üçün, bu təbiətə öyrəşdiyi üçün bizim məhsullarımız daha keyfiyyətli və daha önəmlidir. Amma onu naturallığını qorumaqla, öz təbiətimizdə, öz həyətimizdə yetişdirdiyimiz, öz aləmiz üçün olan təbii məhsullarımız olmalıdır. Təbii məhsulları qorumaq və natural müalicələrə üstünlük verməliyik. Bu qədər xəstəliklərin yayılmasının kökü məhz ondadır ki, bizim yediyimiz keyfiyyətsiz qidalar bizi bugün bu xəstəliklərlə üz-üzə qoyur. Bizim yediyimiz keyfiyyətsiz qidalar bizim immunitetimizi salır və bizim immun sistemin zəif olması nəticəsində də bir çox xəstəliklərin yaranmasına səbəb olur. Doktor, çox üzr istəyirəm, vaxtımız yekunlaşdı. Sizinlə müzakirə aparmaq çox gözəl idi. İzləyicilərim adından, öz adımdan sizə dərin minnətdarlığımı bildirirəm və sonunda aksiyamızı bir